Təsəvvür eləyin 1900-cü illərin əvvəlidir. Dronların, GPS-in olmadığı zamanlar. O vaxt havadan foto çəkmək bir xəyal idi. Julius Neubronner Almaniyada əczaçı işləsə də, sehirbazlıq və fotoqrafiyaya marağı var idi. Tez-tez səmaya baxar, dünyaya yuxarıdan baxmaq necə olardı deyə düşünərdi. Bu isə əbəs deyildi. O atasının işini davam etdirir, göyərçinlərlə təcili dərmanlar göndərirdi. Bir gün göyərçinlərdən biri itir. Bu onun ağlına yeni ideya gətirir. Düşünür ki, göyərçinin üzərinə kamera yapışdırsa, göydən şəkillər çəkə, quşun haralardan uçduğunu öyrənə bilər. Beləcə 40 qramlıq mini kamera düzəldir və göyərçinin belinə bağlayır. Kamera 2 obyektivlə bir uçuşda 12 şəkil çəkə bilirdi. Həmin fotolar kiçik idi, 3-ün 6-ya. Julius'un patent almaq üçün ilk müraciəti uğursuz alınsa da, şəkilləri ilə müvafiq qurumu inandıra bilir. 2 dekabr 1908-ci ildə patent almağı bacarır. Göyərçinlərdəki kameralar fotolar çəkir və Julius bu şəkilləri kartpostal kimi satırdı. Onun fotoları 1909-cu ildə Dresdendə keçirilən beynəlxalq foto sərgidə canlı nümayiş olunur. Julius səma çəkilişlərini hərb sahəsində də sınayır, ancaq sınaq uğursuz olur. Lakin o ruhdan düşmür. 12-dən çox kamera modeli düzəldir. Onun təklif etdiyi üsul bəzi ölkələrin hərb sahəsində sınansa da, konkret nəticə haqqında məlumat yoxdur. Julius Neubronner tarixdə yenilikçi kimi qalmağı bacarır. O, göydə uçan bir quşu fotoqrafa çevirdi və bəlkə də Julius'un xəyal gücü müasir dron texnologiyasının təməlini qoydu. Bəzən böyük dəyişikliklər bir quşun qanadından başlayır.